Sumqayıt şəhər 48 nömrəli Körpələr evi uşaq bağçasında 8 noyabr Zəfər gününün 5-ci il dönümü münasibəti ilə yadda qalan tədbir təşkil olunub. Tədbir balaca fidanların vətənə olan sevgisini, qürur hissini və milli ruhunu əks etdirən dolğun proqramla keçirilib. Bayram tədbiri dövlət himninin səsləndirilməsi və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Ardınca uşaqların ifasında vətənə, ordumuza və qəhrəman əsgərlərimizə həsr olunmuş şeirlər, mahnılar və ədəbi bədii kompozisiyalar təqdim olunub. Tədbir boyunca körpələrin səmimi çıxışları, milli ruhda səhnəcikləri və coşqu dolu ifaları iştirakçılara duyğulu anlar yaşadıb. Bağçanın müdiri Vüsalə Qədəşovanın təşkilatçılıq bacarığı, idarəçilik keyfiyyətləri və uşaqlara göstərdiyi xüsusi diqqət sayəsində 48 nömrəli Körpələr evi uşaq bağçası bugün Sumqayıtda nümunəvi tədris və tərbiyə ocaqlarından biri kimi tanınır. Vüsalə Qədəşovanın rəhbərlik etdiyi fədakar pedaqoji kollektiv uşaqların vətənpərvərlik ruhunda böyüməsinə, milli mənəvi dəyərlərin onlara aşılanmasına böyük əhəmiyyət verir. Onların məqsədi gələcəyin savadlı, məsuliyyətli və vətəninə sədaqətli övladlarını yetişdirməkdir. Məhz bu məqsədlə bağçada mütəmadi olaraq vətənpərvərlik mövzusunda tədbirlər, maarifləndirici oyunlar və yaradıcı məşğələlər təşkil olunur. Tədbir boyunca nümayiş olunan ədəbi bədii kompozisiyalar, uşaqların qürurla səsləndirdiyi "Zəfər bizimdir", "Qarabağ Azərbaycandır" şüarları salonda xüsusi ab-hava yaradıb. Vüsalə Qədəşovanın və onun rəhbərlik etdiyi pedaqoji kollektivin fədakarlığı, uşaqlara sevgi və diqqətlə yanaşması bir daha göstərdi ki, 48 nömrəli Körpələr evi uşaq bağçasında hər bir uşaq biliklə yanaşı, vətənə məhəbbət və milli qürur hissi ilə böyüyür. Sonda tədbir iştirakçıları vurğulayıblar ki, bu kimi tədbirlər balaca fidanların qəlbində vətən sevgisini daha da gücləndirir, onların gələcəkdə xalqına və torpağına sadiq vətəndaş kimi formalaşmasına möhkəm təməl yaradır. Elvin Qudratov, Şəmistan Fikrətli, Elbrus İsmailov, bugün informasiya proqramı üçün.